Prezident Ali Baş Komandan Ağdaş rayonu Kəsəbaltı sayılı orta məktəbin girişindəki bu şəhid plakatının önündəki bax bu bulağın bərpası üçün cənab başçı Orxan Hüseynzadə Fidosu Məmmədov su idarəsində olsaq belə Ağdaş rayonu Kəsəbaltı sayılı orta məktəbin direktoru Aysel Hacıyev tərəfindən su idarəsinə məktub ünvanlanaraq bildirilibdir ki, bax, bu şəhid abidəsinin önündə bu bulaqdan axan su Ağdaş rayonu Kəsəbaltı sayılı orta məktəbin direktoru Aysel Hacıyevin ayağının altına batırdığı üçün bağlanmasını göstərilibdir. Yazılan məktuba əsasən də su idarəsi gəlib bu bulağı şəhid abidəsinin önündə bulağı bağlayıblar. Cənab Prezident, Ali Baş Komandan, baxın, şəhid abidəsinin önündə bulağı su idarəsi tərəfindən bağlansa da, baxın, su boru xəttindən deşilərək axan su lazımsız yerlərə axaraq, yəni boşu-boşuna axır. Ancaq ki, su idarəsi müdürü, Ağdaş rayonu icra başçısı Orxan Hüseynzadə Fidosu Məmmədov, bütün icra nümayəndələri, bütün aidiyyatı orqanlara məktublar ünvanlasaq da, biz bu bulağın bərpa olunmasında bizə heç kim köməklik göstərmədi. Lakin Ağdaş rayonu qəsəbəsi su təchizatı borusu deşildiyi üçün oradan su boşu-boşuna baxın, bax, məktəbin önündə yerə axıdılır, ancaq bu şəhid abidəsinin önündə bu şəhid bulağı bərpa olunmur. Bir neçə ay bundan qabaq ünvanladığımız çəkilişə görə bu şəhid plakatının üstündə bayraqlar oğrandıqdan sonra 102-yə məlumat versək də, oğranmış bayraqları Ağdaş rayonu qəsəbə Sovet sədri Elsəvər Hacıyev tərəfindən öz işçisi tərəfindən gətirilib verilməyinə baxmayaraq, güya onun göstərişi ilə çıxarılmışdır. Bu bayraqları bu da oğrayan şəxs, bax, vəhşicəsinə söktüyü üçün şəhid plakatının üstündəyi, bax, aynanın qırıflar. Ondan sonra biz cənab başçı Orxan Hüseynzadə Fidosu Məmmədova, Elsəvər Hacıyevə qəbulunda olsaq belə bu bulağın, bu şəhid abidəsinin önündəyi bu şüşənin qırılmasına səbəb olan